Hər vaxtınız xeyir, real intervyu efirdədir. Naxçıvan Azərbaycanın regional siyasətində mühüm rol oynayır. Muxtar Respublikanı əhatə edən nəqliyyat layihələri bölgədə sülhü möhkəmləndirir. Belə ki, Azərbaycan Prezidentinin Naxçıvan səfəri çərçivəsində elə Naxçıvanın əhəmiyyətindən danışacağıq. Beləliklə, studiyamızın qonağı siyasi şərhçi Mübariz Göyüşlü. Bizimlə birbaşa bağlantıda isə millət vəkili Rasim Musabəyovdur. Sözü studiyamızda qonağı ötürmək istəyirəm. Mübariz müəllim, ümumiyyətlə, əgər biz Naxçıvandan danışırıqsa, təbii ki, Azərbaycan Prezidentinin Naxçıvan səfərini danışmaq yerinə düşərdi. Prezidentin Naxçıvana səfəri Azərbaycanın regional siyasi baxımdan ümumiyyətlə yerini necə möhkəmləndirə bilir? Ümumiyyətlə, bu səfər hansı mesajı verir? Təşəkkür edirəm. Mən hesab edirəm ki, Azərbaycan Prezidentinin Naxçıvan səfəri də onun Azərbaycanın digər regionlarına olan səfəri qədər əhəmiyyətli və burada istər həyata keçirilən açılışlar, istər görülən çalışmalar kifayət qədər önəm daşıyır və biz indi hazırda həm Azərbaycan olaraq, həm də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan dünyanın gündəmindədir. Yəni artıq bu mövzuya siz toxundunuz. Bu, belə deyək də, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsi ilə bağlı hal-hazırda bu istiqamətdə qlobal miqyasda, yəni proseslər gedir, çalışmalar gedir və təbii ki, buna uyğun da Azərbaycanın özündə də istər nəqliyyat infrastrukturunun birləşdirilməsi, Azərbaycandan, Ermənistandan keçərək Naxçıvana gedəcək nəqliyyat infrastrukturunun yenilənməsi, dağıdılmış hissələrin bərpa olunması, istərsə də Naxçıvanın özündə kadr islahatlarından tutmuş, digər istiqamətlərdə Cənab Prezidentin həyata keçirdiyi siyasətlər ardıcıl olaraq davam etdirilir və bütün bu məsələlər hamısı, bir daha təkrar edim, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsi və orada belə uzun müddət ki, blokada şəraitində qalıbdı Naxçıvan. Bu məsələlərin tamamilə aradan qaldırılması və sürətli inkişafına nail ola bilmək məsələsidir. Bəli, biz düzdür, son 30 ildə xüsusən çox çətin olubdur Naxçıvan əhalisi üçün blokada şəraitində yaşamaq. Amma ümumiyyətlə mən qeyd edeyim ki, Naxçıvan təxminən bir 100 illik dönəmdə mübahisəli bir əraziyə çevirməyə çalışırdı ermənilər. Biz bunu xatırlayırıq. Hətta mərhum Mustafa Kemal Atatürk də bu məsələlərdə Qars müqaviləsi ilə və digər istiqamətdə atılan addımlarla məhz Naxçıvanın ermənilərin əlinə keçməməsi üçün mümkün olanları Türkiyə olaraq həyata keçirdilər. İndi artıq bu son dönəmlərdə Azərbaycan uğurlu siyasəti nəticəsində Naxçıvanda bayaq qeyd elədiyim kimi kadr islahatlarla tutmuş, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına qədər addımlar atılır. Və bu məsələlər şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin özünün nəzarəti və diqqəti altında həyata keçirilir ki, bu səfər də görülən işləri yerindəcə bir daha tanış olmaq, növbəti məsələlərlə bağlı tapşırıqlar vermək və Naxçıvanda yaşayan əhalini həm də Azərbaycan dövlətinin başçısının hər səfəri təbii ki, onlara bir ruh yüksəkliyi yaradır. Mən hətta düzdür, Qarabağ işğalda idi, yəni bəlkə də bu müqayisəmizi o qədər uğurlu saymaya da bilərlər, amma hesab edirəm ki, Naxçıvanın da blokadası elə o işğal qədər ağır bir dönəm olmuşdur. Necə Qarabağda gedən işləri Cənab Prezident özü şəxsən nəzarətdə saxlayır, o cümlədən də Naxçıvanla bağlı məsələlərdə və mən düşünürəm ki, biz yaxın müddət ərzində bu nəhayət ki, uzun müddətdə müzakirəsi gedirən, indi trip yolu adlandırırlar, amma mən hesab edirəm ki, bu Zəngəzur dəhlizidir. Öz klassik adı ilə, doğma adı ilə, təbii adı ilə Zəngəzur dəhlizidir. Bu Zəngəzur dəhlizi müasir Azərbaycan Respublikasının ərazisindən indi Ermənistan adlanan, amma əvvəlki Qərbi Azərbaycan adlandırdığımız öz torpaqlarımızdan keçərək Naxçıvanı birləşdirəcək bir bu yol açılacaqdır. Ondan sonra Naxçıvan əhalisi üçün və ümumiyyətlə Azərbaycan əhalisi üçün çox rahat bir şəkildə belə deyək, bu kommunikasiyadan istifadə edib, istəyər Türkiyəyə getmək olsun, istəyər
əsas hissəsi ilə birləşdirilməsi olsun, biz bu sevincli xəbəri nəhayət ki, bölüşə biləcəyik. Təbii ki, inşallah. Mübariz müəllim, biz az öncə elə sizin özünüz də qeyd etdiniz, Naxçıvanın blokadada qalması məsələsini. Ümumiyyətlə, bu Zəngəzur dəhlizinin açılması Naxçıvanın nə qədər iqtisadiyyatına, daha doğrusu nə qədər təsir göstərəcək və Ermənistanın özünün illərlə layihələrdən, regional layihələrdən geriyə qalan Ermənistanın özünün iqtisadiyyatına nə qədər təsir göstərəcək? Təşəkkür edirəm. Bu Zəngəzur dəhlizi ilə bağlı istər Ermənistan, istər onun havadarları belə bir rəy yaratmaq istəyirlər ki, bu dəhlizin açılması ancaq Azərbaycana və Türkiyəyə və Azərbaycan və Türkiyə vasitəsilə türk dünyasına lazımdır. Turan yolu çəkilir, ay qoymayan bizi öldürəcəklər, asacaqlar, kəsəcəklər. Əslində bu yolun açılması, siz qeyd elədiniz, Ermənistanın özünə də Azərbaycan qədər önəmli bir məsələdir. Baxın, hələ heç Zəngəzur dəhlizi açılmayıbdır, amma Azərbaycan öz xoşməramlı jestini göstərir və Ermənistana, belə deyək də, istər Azərbaycan özü yardım göstərir, istər Rusiyadan gələn malları tranzit olaraq Azərbaycan ərazisindən keçir və Ermənistana gedir. Yəni, görün, Ermənistan bu məsələlərdən hələ Zəngəzur dəhlizi başlamamış, nə qədər, belə deyək də, nəticə əldə edir. Bu baxımdan hesab edirəm ki, Zəngəzur dəhlizi ilə Azərbaycanın özünə də Ermənistan qədər faydalıdır. Və işə salınacağı təqdirdə təbii ki, buradan həm də Naxçıvan sakinləri, Azərbaycan özü və paraleldə Türkiyə, Azərbaycan vasitəsilə Türkiyə ilə əlaqə quracaq, Mərkəzi Asiya, Türk ölkələri, Çinə qədər bu məsələlər gedəcəkdir. Yəni, bu baxımdan Zəngəzur dəhlizi Azərbaycan qədər Ermənistana lazım olduğu kimi həm də beynəlxalq yük daşımalarda, nəqliyyat, logistika məsələsində, ticarətdə, iqtisadi məsələlərdə çox böyük rol oynayacaqdır. Və mən xatırladım ki, Amerika-İsrail koalisiyasının İranla müharibəsindən sonra Zəngəzur dəhlizinin əhəmiyyəti həm də, belə deyə bilərik ki, bir neçə dəfə artmış oldu. Bu göstərir ki, Azərbaycan son dərəcədə etibarlı, sabit və stabil bir ölkədir. Yəni, mən xatırladım ki, İranla müharibə olarkən necə ki, təyyarələr Azərbaycan üzərindən, Azərbaycan səması, orada bir tıxac yaranmışdı. Yəni, xəritəni də bəzən paylaşırdılar. Baxın, elə eyni şəkildə də aşağı-yuxarı bu Zəngəzur dəhlizinin açılması Azərbaycanın belə bir rolunu dünyaya göstərmiş olacaqdır. Ermənistan bu məsələdə niyə gecikir? Mən qeyd edeyim ki, Paşinyan hələ bu ermənilərin arasında, belə deyək də, real məsələləri qiymətləndirə bilən ermənilərdən biri kimi görünür. Yəni, bizim nümunəmizdə, yəni anlaşmağa çalışır, sülh sazişi bir il tamam oldu, paraflandı falan. Hətta Paşinyan belə görürsünüz ki, məsələləri uzadır. Çünki erməni toplumunun xislətində var ki, onlar bir böyük Ermənistan xəstəliyinə düçar olublar və o xəstəlik onlara imkan vermir ki, onlar görə bilsinlər ki, bax, bu Zəngəzur dəhlizi olsun, sülh sazişi imzalanarsa sərhədlərin müəyyənləşdirilməsi olsun, Türkiyə ilə sərhədlər açılarkən əldə edilə biləcək, yəni bütün bu məsələlərdən hansı nəticələri əldə edilə biləcəyini hesablayıb o öz xeyirlərini orada görə bilmirlər. Bu xəstəlik onlara imkan vermir. Biz 2020-ci ildə müharibə bitən kimi qalib Azərbaycan onun qalib ali baş komandanı qarşı tərəfə əlini uzatdı. Yəni, bu əslində dünya tarixində nadir görünə biləcək bir hadisədir. Biz başqa cür də davrana bilərdik. Tam olaraq Azərbaycanın əlində idi bu təşəbbüs. Hərbi, siyasi, diplomatik, hər baxımdan. Və biz əlimizi uzatdıq. Burada həm də əsas məsələlərdən biri elə Zəngəzur dəhlizi ilə bağlı olan məsələ. Görün, biz üstündən 6 ilə yaxın vaxt keçibdir. Bir müddətdən sonra 6 il tamam olacaqdır. Hələ də bu nəticəyə gəlib çıxa bilməmişik. Və bunu bağlayırlar, parlamentdəki səs çoxluğumuz az oldu, gücümüz çatmır bu məsələləri ratifikasiya etməyə və gerçəkləşdirməyə və s. və digər. Və nəticədə erməni xalqı daxil olmaqla bölgə bu məsələlərdən uduzur. Azərbaycanla bağlı məsələyə gəldikdə, Azərbaycan Zəngəzur dəhlizinə alternativ olaraq Araz yolu deyilən İran ərazisindən keçərək çəkə bilər, bu istiqamətdə işlər gedir, bildiyim qədərlə məlumatlar verilir. Biz zaten Bakı, Tbilisi, Qars, Ərzurum və digər istiqamətlərdə çalışmalarımız buradan itirən Ermənistan idi. Yəni, mən açığın deyim ki, artıq o vədlərdən, bəyanatlardan hesab edirəm ki, Azərbaycan xalqı artıq
kifayətdir erməni tərəfinin verdiyi bəyanatlardan. Konkret əməli addım atılmalıdır. Hələ indi Ermənistan fond yaradılır. Amerikanın dəstəyi ilə bir fond yaradırlar, orada maliyyə toplayırlar. Nə bilim, o indi yolu restavrasiya eləyəcək. Gəlmişkən, həmin o Zəngəzur yolundan keçən dəmir yollar da Azərbaycan dəmir yollarına məxsusdur. Yəni, bu məsələ də Azərbaycan o Sovet dövründə Azərbaycan dəmir yollarına məxsus olubdur. Yəni, bu status quo bildiyim qədərindən də hələ də dəyişməyibdir. Yəni, mən düşünürəm ki, əgər Ermənistan istəkli olsaydı, müraciət eləsəydi Azərbaycana, yəni ümumi məsələlərin xeyrinə, qlobal məsələlərinə, Azərbaycanla Naxçıvanın sürətli bir şəkildə o Naxçıvan əhalisinin gəlib gəlişi üçün Azərbaycan hətta bunu da öz üzərinə götürə bilərdi, yəni bu işi görə bilərdi. Amma istək görünmür. Yəni məsələni sadəcə uzadırlar. Artıq mən düşünürəm ki, istər konstitusiya dəyişikliyi ilə bağlı məsələ, konstitusiyaya əlavə sənəddəki Azərbaycana ərazi iddiaları qoyurlar. İstər o Zəngəzur dəhlizinin çəkilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsi məsələsi, bunlar artıq konkret əməli addımlar atılmalıdır. Yəni Ermənistan bu məsələni gerçəkləşdirməlidir. Bu Paşinyanın burada nə Azərbaycana, nə də dünyaya o bəzi daşnaq qüvvələrini qorxulu bir qüvvələr kimi təqdim etməyə çalışmamalıdır. Yəni Azərbaycanı bu şeylərlə qorxuzmaq mümkün deyil. Gerçi mən deyim ki, elə Paşinyanın özü əslində Azərbaycana qarşı Bərdə, Tərtər, Gəncəyə o dinc əhalini və mülki infrastrukturun vurulmasını raketlə əmr eləyən adamdır. Yəni biz bunu da unutmamışıq. Amma ümumi məsələlərin alınması üçün, gedişat üçün biz hesab edirik ki, artıq sülh gəlməlidir və bu konkret əməli addım atılması lazımdır. Qalan məsələlər mən hesab edirəm ki, sözdən ibarətdir Ermənistan tərəfindən deyilənlər. Aydın oldu. Mübariz müəllim, ümumiyyətlə Naxçıvanın Türkiyə və İranla sərhəddə olması da yerləşməsi, elə Ermənistanla da sərhəddi nəzərdə tuturam. Əslində hansı strateji üstünlükləri qazandırır ona? Çox doğru bir məqama toxundunuz. Bəli, təbii ki, o 30 ilə yaxın blokada şəraiti ilə yanaşı Naxçıvanın məhz bu şəkildə, yəni 3 ölkə ilə həm sərhəd olması, həm də Naxçıvanın özünün və Azərbaycanın o strateji bir üstünlüyü kimi də biz qeyd edə bilərik. Və zamanında bir daha Türkiyənin burada xüsusi rolunu bir daha qeyd eləmək istəyirəm ki, məhz Türkiyənin atdığı strateji addımla 11 kilometrlik sərhədin təmin olunması ilə də Naxçıvanın və Qars müqaviləsi ilə də təhlükəsizliyi təmin olunmuş oldu və müxtəlif dönəmlərdə ermənilərin məhz Naxçıvanın bu strateji mövqeyini nəzərə alaraq oranı ələ keçirməkdən ötürü kifayət qədər cəhdləri və çalışmaları olubdur. Yəni Qarabağı iddia edəndən sonra Qarabağda o separatçılığı ki, onlar əsasını qoymuş oldular 23-cü ildə və təxminən bir 100 ildən sonra Xankəndində belə deyək də bu məsələləri həll edəndən sonra Azərbaycan ləğv elədi. İlham Əliyev bu məsələləri kökündən qazıyıb bitirdi. Naxçıvanda da onların belə bir çox ciddi şəkildə ələ keçirməklə bağlı iştahları yaranmışdı. Və hesab edirəm ki, həm də biz burada ümumilli lider Heydər Əliyevin fəaliyyətini yada salmalıyıq, qeyd etməliyik. Məhz onun Naxçıvanda Ali Məclisin rəhbərliyinə gəlməsindən sonra və Azərbaycanda hakimiyyətə qayıtmasından sonra Naxçıvan bir növ, yəni çox ciddi şəkildə təhlükə yaranmışdı da biz xatırlayırıq və ermənilər Qarabağda törətdikləri hadisələri eyni bu şəkildə Naxçıvanda, ondan sonra Qazax, Tovuz o ərazilərdə də gerçəkləşdirib, yəni mümkün olduğu qədər daha çox torpaq işğal etməyə cəhd göstərirdilər. Bu məsələlərin qarşısı alındı. Uzun müddət çox böyük çətinliklə biz o ərazini saxlaya bildik. Qeyd elədiyiniz məhz o strateji mövqeyinə görə idi Naxçıvanın. İndi elə Ermənistanın bu trip layihəsini açmaqdan müxtəlif bəhanələrlə imtina etməsi də bu Zəngəzur dəhlizini açmaqdan. İndi təsəvvür eləyin ki, blokadada qalan Naxçıvan mübarizə apardı, özünü saxlaya bildi. Təbii ki, Azərbaycan mərkəzi hakimiyyətinin dəstəyi ilə bir mənalı şəkildə. Amma həm də əhalinin fədakarlığı ilə oldu bu məsələ və indi Naxçıvan Azərbaycanla bu dəhlizlər vasitəsilə birləşəndən sonra kifayət qədər güclənəcəkdir və Azərbaycanın da mövqeyi, strateji mövqeyi istər siyasi, istər geosiyasi, istər iqtisadi baxımından çox samballı bir mərhələyə keçid eləyəcəkdir. Bax,
həm də Cənubi Qafqazla bağlı uzaq planlar hazırlanmış böyük güclər məsələn də bunu hesablayırlar. Bunu nəzərə alaraq belə deyək də Paşinyanın ixtiyarı öz əlində olmayan bir ölkənin baş nazirinə təzyiq eləyirlər, təsir eləyirlər, bu məsələləri daha da uzadırlar. Əlbəttə, yəni indi bu Vaşinqtonda imzalandı bu saziş, amma biz əvvəlki Amerika hakimiyyətlərinin də davranışını xatırlayırıq. Onlar Biden dönəmində olsun, ondan qabaqki dönəmlərdə, yəni bu məsələlərin ümumiyyətlə problemin həllinə imkan vermirdilər. Yəni Minsk qrupu adı altında. Fransa bugün yenə də həmin məsələlər davam edir, Rusiya tərəfdən. Və onlar istərmi ki, yəni Qarabağ məsələsi bir dəfəlik artıq bitmiş olsun, Naxçıvanla Azərbaycan bu şəkildə birləşsin və oradan da Türkiyəyə yol açılsın. Təbii ki, bunu istəməzlər və bu mənada mən hesab edirəm ki, Naxçıvanın strateji mövqeyi bizim təsəvvür etdiyimizdən də daha genişdir, daha böyükdür. Mən Azərbaycan prezidentinin səfəri də, növbəti bir səfəri də orada bayaq qeyd elədiyimiz kimi kadr islahatlarından tutmuş digər bütün məsələlərə qədər atılan addımları yerindəcə yoxlaması, o tapşırıqları verməsi və orada özünün şəxsən nəzarəti altında bu işlərin gerçəkləşdirilməsi də Prezident İlham Əliyevin bu strateji məsələdə uzaqgörənliyinin növbəti bir təzahürüdür. Aydındır. Çox sağ olun, təşəkkür edirəm hər birinizə, minnətdaram sizə.